Bəzən həyatında bir boşluq hiss edirsən. Münasibətlər qurursan, bəlkə bir münasibətin içindəsən, ya da yenicə ayrılmısan. İçində daim bir axtarış, adını qoya bilmədiyin bir çatışmazlıq var. Gecələr zehnin keçmişdə yaşadıqlarına axır. Mesajlaşma tətbiqlərində onun son görünmə saatinə baxarkən özünü tutursan. Hər sükutu bir rədd, hər gecikmiş cavabı bir tərk edilmə sayırsan. Emosional bir asılılığın içində ilişib qalmışsan sanki. Batmaqda olan bir gəmidən xilas olmaq üçün sahilə çatmağı gözləyən dənizçi kimi sevgi axtarırsan. Bəs sevgi bu boşluqdan doğanda nə olur? Sənə dürüstcə deyim, nə sən onu cəzb edirsən, istədiyini deyil. Carl Jung bunu amansız bir dürüstlüklə ifadə etmişdi. Şuursuz, şuurlu hala gətirilənə qədər həyatını idarə edəcək və sən buna talə deyəcəksən. Bunun nə demək olduğunu bilirsənmi? İçindəki o çatışmazlıq hissini sağaltmazsan, içindəki boşluqla üzləşməzsən, yalnızca o boşluğu möhkəmləndirəcək münasibətlər cəzb etməyə davam edəcəksən. Həyatına girən hər insanın səni tamamlaya biləcəyinə, xilas edə biləcəyinə inanacaqsan. Və qaçınılmaz olaraq səni məyus etdiklərində daha da çox acı çəkəcəksən. Bu, özünü məhv edən bir dövrədir. Daha pisi isə, bunu davam etdirənin sən olduğunun fərqindən belə deyilsən. Amma gəl, əziz güclü zehni, bu dövrəni birlikdə qıraq. Bir an dur və düşün. Sevgi hekayən necə irəlilədi? Səni tamamlayacaq münasibətlərmi axtardın, yoxsa bütünləyəcəklərimi? Bu tamamilə fərqli iki şeydir. Biri səni möhtac edir, digəri isə azad. Birinin səni tamamlamasını gözlədikdə, xoşbəxtliyinin açarlarını ona təslim etmiş olursan. Qalarsa xoşbəxtsən, gedərsə dağılırsan. Bu sevgi deyil, bu asılılıqdır. Və asıllıq münasibətlərdəki acıların çoxunun köküdür. Jung fərdləşmə prosesindən danışardı, bütöv və muxtariyyətli, yəni özünə yetə bilən fərdlər olma ehtiyacımızdan. Ona görə yalnızca özümüzü tapanda, içimizdəki boşluqla üzləşəndə başqaları ilə sağlam bir yerdən münasibət qura bilərik. Amma çoxumuz tam əksini edirik. Özlərini təsdiqləmək, sevilmiş hiss etmək üçün birini axtarırlar. Çünki özlərini sevməyi öyrənməyiblər. Sənə real bir hekayə danışım. Bu sənin hekayəndə ola bilər. İstənilən birinin hekayəsi də. Emosional olaraq əlçatmaz kişilərə aşiq olan bir qadın vardı. Həmişə incinərdi. Həmişə sevilmək üçün daha çox şey etməli olduğunu hiss edərdi. Niyə daim eyni tip partnerə cəzb olduğunu anlamırdı. Ta ki bir gün emosional bir böhranın ortasında özünə amansızcasına dürüst bir sual verənə qədər. Niyə eyni şeyi dönə-dönə təkrarlayıram, dedi. Və o an hər şeyi aydın gördü. Özünü sevgiyə layiq görmürdü. Ona görə dəyərini fədakarlıq edərək sübut etməyə çalışırdı. Qırıntılarla kifayətlənirdi. Çünki dərindən haqq etdiyi tək şeyin bu olduğunu inanırdı. Həqiqət budur. İçində sağalmamış bir tərk edilmə yarası daşıyırsansa, o yaranı yenidən canlandıracaq insanları cəzb edəcəksən. Kainat sənə qarşı amansız olduğu üçün deyil, şuuraltın özü haqqında inandığı şeyi təsdiqləmək istədiyi üçün. Əgər yetərsiz olduğunu düşünürsənsə, bunu möhkəmləndirəcək münasibətlər cəzb edəcəksən. Əgər xoşbəxt olmaq üçün birinə ehtiyacın olduğuna inanırsan, yanlarında olmadıqlarında özünü natamam hiss etdirəcək insanlara cəzb edəcəksən. Xarici dünyadakı həqiqət daxili dünyanın bir əksidir. Bəs həll nədir? Jung'un kölgənlə üzləş dediyini etməlisən. İçindəki o boşluğa dürüstcə baxmalısan. Başqasının onu doldurmasını gözləmək əvəzinə ən dərin qorxularınla üzləşməlisən. Tənhalıqla, rədd edilmə ehtimalı ilə, heç kimin səni xilas etməyə gəlməyəcəyi həqiqəti ilə. Çünki bunu etdikdə inanılmaz bir şey kəşf edəcəksən. Xilas edilməyə ehtiyacın yoxdur. Öz xilas edicin sənsən. Sevgi dolğunluqdan doğanda dinamika tamamilə dəyişir. Artıq çatışmazlıqdan deyil, azadlıqdan seçirsən. Səni tamamlayacaq birini axtarmırsan, tamamlanmışlığını paylaşa biləcəyin birini axtarırsan. Və o hala gəldikdə cəzb etdiyin insanlar da fərqli olacaq. Qeyri-sabit münasibətlərin tələsinə düşməyə dayandırırsan. Əlçatmazın ardınca qaçmağı dayandırırsan. Çünki artıq xarici təsdiqə ehtiyacın yoxdur. Məhz o an həqiqi sevgi gəldikdə, o sevgi bir ehtiyac üzərindən deyil, bir seçim üzərindən qurulur. İki tam insanın bir araya gəlib birlikdə yürümək qərarı verməsi, bir-birlərinə ehtiyacları olduğu üçün deyil, bir-birlərini seçdikləri üçün. Çoxlarının ilişib qaldığı yer məhz burasıdır. Sağlam bir sevgi cəzb etmək istəyirlər, amma çatışmazlıqdan hərəkət etməyə davam edirlər. İçlərindən tapa biləcəkləri şeyi çöldə axtarmağa davam edirlər. Və burada ikinci əsas nöqtə devrəyə giriyor.
Möhtaclıq üzərindən qurulan sevginin səni yıxacağını anlamış olsan belə, səni o dinamikaya bağlayan daha güclü bir şey var. Ümidsizliyin enerjisi. Münasibət həyatını sabote edən o gizli narahatlıq fərqinə varmadan. Niyə möhtaclıq enerjisi istədiyini uzaqlaşdırır? Çatışmazlıq halında yaşadıqda enerjin məhz o çatışmazlığı əks etdirən münasibətlər üçün bir mıqnatısa çevrilir. Bu mistik bir şey deyil, dərin bir psixoloji həqiqətdir. Jung bizə bastırdığımızı, proyeksiya etdiyimizi öyrətdi. İçində yalnızca boşluq varsa, o boşluğu möhkəmləndirən insanları cəzb edəcəksən. Özünü heç vaxt yetərli hiss etməyən birini düşün. Uşaqlıqda belə sevilmək üçün qeyri-adi bir şey etməli olduğunu öyrəndi. Yaxşı qiymət almaq, uyumlu olmaq, başqaları üçün mükəmməl insan olmaq. Sevginin sadəcə mövcud olmaqla verilmədiyini, qazanılmalı olduğunu düşünərək böyüdü. Ona görə biri ilə tanışanda sevilmək üçün imkansız edirdi. Qarşısındakının istəklərinə uyğunlaşırdı. Öz ehtiyaclarını görməzdən gəlirdi. Narahatlığını udurdu, qırıntılarla kifayətlənirdi. Hamısı o insanı itirməmək naminə. Jung'un kölgə dediyinin tam budur. Özümüzdən rədd etdiyimiz və ya inkar etdiyimiz tərəflərimiz və ümidsiz sevgi ehtiyacı bütünləşməmiş bir kölgədən doğur. Çünki dərindən başqalarında axtardığın şey özünə heç vermədiyindir. İçində narahatlıq, qorxu və ümidsizlik varkən necə sağlam bir sevgi cəzb edə bilərsən? Edə bilməzsən. Möhtaclıq enerjisi itir. Bu çatlaqları olan bir stəkan kimidir. Nə qədər su töksən, heç vaxt olmaz. Cəzbediciliyin paradoksu budur. Ətrafına bax. Daha çox seçimi olan, daha çox arzulanan, özgüvən yayan insanlar sevgi dilənənlər deyil. Onlar özləri ilə barışıq olanlardır. Və böyük paradoks məhz burada. Sevgi ona ehtiyac duyduqda gəlmir. Ona artıq ehtiyac duymadıqda gəlir. Çünki o an çatışmazlıqdan titrəməyi dayandırır və dolğunluqdan cəzb etməyə başlayırsan. Bir düşün, birinə ümidsizliklə, tərk edilmə qorxusuyla, boşluqlarını doldurması təcilli ilə yaxınlaşdıqda nə olacağını sanırsın? Onu boğursan, sıxırsan, qorxudursan. Bir şəkildə o insan qalarsa, bunu acıdığı üçün ya da öz ehtiyacından edir. Həqiqi sevgiyə deyil, aslılığa əsaslanan bir bağ yaranır. Bu yıkıcı bir dövrədir. Ehtiyac özünə məxsus bir iyə sahibdir. Yalnızca sözlərlə ifadə edilmir. Hər jestdə, hər baxışda, hər narahat edici sükut da özünü göstərir. Dərhal cavab gəlmədikdə səbirsizlik, biri eyni həvəsi göstərmədikdə narahatlıq. O insan olmadan dağılacağın hissi və bu, istədiyini səndən uzaqlaşdırmaqdan başqa işə yaramır. Sənə real bir nümunə verim, ümidsizlik dövrəsi. Münasibətdən yenicə çıxmış birini düşünək. Təniz qalma qorxusu o qədər böyükdür ki, dərhal o boşluğu dolduracaq başqasını axtarmağa başlayır. Bir neçə nəfərə yazmağa başlayır, sosial mediada fəallaşır. Ən kiçik bir diqqət işarətinə belə yapışır. Öz zehnində sevgi axtardığına inanır, amma həqiqətdə özündən qaçır. Tapdığı şey isə sevgi deyil, öz ümidsizliyinin güzgüsüdür. Onda da çatışmayan bir şey axtaran, amma o boşluğu başqasında doldurmağa çalışan insanlar. Başlanğıcda hər şey yolunda görünür. Həyəcan var, daimi mesajlaşma, yaxınlıq. Amma yavaş-yavaş möhtaclıq özünü göstərməyə başlayır. Daha çox diqqət tələb edir. Daha çox varlıq istəyir. Hər sükutu rədd kimi yozur. Və gec-tez o bir uzaqlaşır. Çünki o yoğun möhtaclığın ağırlığı daşımaq üçün çox ağırdır. Və dövrə yenidən başlayır. Buradakı əsas sual budur. Bu dövrəni necə qırırsan? Möhtaclıq halından çıxmağın yolu asan deyil. Çünki zehnin illərlə sənə başqası olmadan yetərli olmadığını inandırmaq üçün proqramlanmışdı. Amma bu bir yanılsamadır. Bunu qırmanın tək yolu öz boşluqla üzləşməkdir. Diqqəti dağıdan şeylər olmadan özünlə vaxt keçirmək. Münasibətləri bir qaçış yolu kimi istifadə etməyə dayandırmaq. Özünə amansızcasına dürüst soruşmaq. Başqalarında ümidsizliklə sevgi axtararaq nədən qaçıram? Özümün hansı parçasını görməzdən gəlirəm? Narahat edicidir.
Çətindir. Amma həqiqətən istədiyini cəzb etməyə başlamağın tək yoldur. Çünki sağalmasan, fərqli insanlarla eyni nümunəni təkrarlamağa davam edəcəksən və dərindən bunu bilirsən. Məhz burada Jungun əsas bir anlayışı devrəyə giriyor. Fərdləşmə. Fərdləşmə özünün bütün parçalarını bütünləşdirmə prosesidir. Rədd etdiyin parçalarda daxil olmaqla. Heç kimin səni tamamlamasına ehtiyacın olmadığını qəbul etməkdir. Çünki artıq tam və bütövsən. Bu nöqtəyə gəldikdə cəzb etdiyin sevgi kökündən dəyişir. Artıq onu möhtaclıqdan deyil, bolluqdan cəzb edirsən. Səni tamamlayacaq birini axtarmırsan, bütünlüyünü paylaşa biləcəyin birini axtarırsan. Əsas nöqtə məhz burada. Əgər bütöv bir fərd deyilsənsə, bu prosesdən keçməmisənsə, cəzb etdiyin sevgi parçalanmışlığının bir əksi olacaq. Yarımçıqlığın tələsi. Uşaqlığımızdan bəri bizə ruh yoldaşı fikri satılır. Bizi tamamlayacaq birinin gələcəyinə inanmağa öyrədirik. Sevginin o xüsusi insanı tapmaq olduğuna. Amma bu ölümcül bir tələdir. Çünki çatışmayan olduğumuza dair bir inancın parçasıdır. Yetərli olmadığına inandıqda, sənə belə hiss etdirəcək istənilən münasibətə yapışırsan. Bu yalnızca bir yanılsama olsa belə. Problem budur ki, bu ümidsiz xarici tamamlıq axtarışında özündən güzəşt edirsən, uyğunlaşırsan, şəkillənirsən. Qarşındakının gözləntilərinə özünü uyğunlaşdırırsan. Fərqinə varmadan həqiqiliyini, özünlüyünü fəda edirsən. Sadəcə sevilmə ehtiyacın naminə. Asıllıq münasibətləri belə yaranır. İki natamam insanın öz boşluqları ilə üzləşməkdən qaçmaq üçün bir-birinə yapışmasıyla. Jung bizə öyrədir ki, həqiqi sevgi yalnızca bütöv fərdlər arasında mövcud ola bilər. Daxili işi etməmsənsə, özünü tanımamsansa, kölgəni bütünləşdirməmsənsə, cəzb etdiyin şey sevgi olmayacaq. Çatışmazlıqlarının bir əksi olacaq. Kölgə, sevgidəki kölgə. Jungun ən güclü anlayışlarından biri kölgədir. Bastırdığımız, inkar etdiyimiz, özümüzdə görmək istəmədiyimiz hər şey. Bu kölgə münasibətlərimizdə kritik rol oynayır. Kölgənlə işləməmsənsə, onu cisimləşdirəcək birini axtaracaqsan. Partnyoruna içindəki həll edə bilmədiklərini proyeksiya edəcəksən. Məsələn, kölgəndə təniz qalma qorxusu varsa, o qorxunu möhkəmləndirən insanları cəzb edəcəksən. Kölgəndə yetərsizlik hissi varsa, daim səni yetərsiz hiss etdirəcək biri ilə birlikdə olacaqsan. Və beləliklə, fərqinə varmadan fərqli personajlarla eyni hekayəni təkrarlayacaqsan. Bunu aşmağın açarı müşahidədir. Özünə sor, münasibətlərimdə təkrarlanan dövrələr nələrdir? Hansı tip insanları cəzb etməyə meyilliyəm və onlar mənə öz daxili halım haqqında nə öyrədir? Sevgidəki ən böyük qorxularım nələrdir və bunlar seçimlərimə necə təsir edib? Hekayəni bu perspektivdən analiz etdikdə, əvvəllər fərq etmədiyin bağlantıları görməyə başlayırsan. Problemin heç vaxt o biri insan olmadığını anlayırsan. Yaydığın enerji və icazə verdiyin şeylər olduğunu. Aldığın sevgi, özünə verdiyin sevginin tam bir əksidir. Sevgi axtarılmır, cəzb edilir. Bu əsas bir nöqtədir. Sevgi ardınca qaçılan bir şey deyil, başqasında tapılan bir şey deyil, öz içindən yaratdığın bir şeydir və nəticə etibarı ilə həyatına doğru biçimdə çıxır. Çatışmış hiss edirsənsə və səni dolduracaq birini axtarırsan, o boşluğu yenidən təsdiqləyən münasibətlər cəzb edəcəksən. Amma özünü tam hiss edirsənsə, o dolğunluğu əks etdirən insanları cəzb edəcəksən. Burada rezonans anlayışı devrəyə giriyor. İnsanlar təsadüfən qarşılaşmırlar. Oxşar tezlikdə olduqları üçün bir-birlərini cəzb edirlər. Şüurlu bir sevgi cəzb etmək istəyirsənsə, əvvəlcə şüurlu bir insan olmalısan. Hörmət cəzb etmək istəyirsənsə, əvvəlcə özünə hörmət etməlisən. Sabitlik cəzb etmək istəyirsənsə, əvvəlcə daxili sabitliyini inkişaf etdirməlisən. Həqiqi dönüşüm ideal partnerlə deyil, özünün ən yaxşı versiyonu olmağa fokuslandıqda baş verir. Bunu necə etmək olar? Sənə 6 əsas maddədə danışacağım. 1. Emosional yaraları sağaltmaq. İçindəki ağrı ilə üzləş və onu işlə. Keçmişinlə barış. Səni şərtləndirən emosional yüklərdən azad ol. 2. Sevgi haqqındakı inancları yenidən proqramlamaq.
Münasibətlər haqqında məhdudlaşdırıcı düşüncələrini müəyyən et. Onları daha sağlam, daha tarazlı bir görüşlə əvəz et. 3. Özünə sevgini tətbiq etmək. Həmişə başqalarından gözlədiyini özünə verməyi öyrən. Bir münasibətdən almaq istədiyin şəfqət və qayğı ilə özünə davran. 4. Emosional müstəqilliyi inkişaf etdirmək. Səni tamamlamaq üçün başqasına möhtac olmayacağın bir həyat qur. 5. Şüursuz nümunələri qırmaq. Sevgi seçimlərinin hardan gəldiyini sorğula. Qorxuya ya da vərdişə deyil, şüura əsaslanan qərarlar al. 6. Kimliyin genişlət. Özünü bir münasibət ehtiyacı üzərindən təyin etməyi burax. Bir münasibətdən daha çoxsan. Həyatından başqasına möhtac olmadan zövq alan birinə çevrildikdə, cəzb etdiyin sevgi kökündən dəyişir. Bu daxili iş etdikdə həyatına gələn sevgi, o dönüşümün bir əksidir. Artıq çatışmazlıqdan ya da qorxudan gəlmir. Şuurlu bir seçimdən gəlir. Artıq ümidsiz bir ehtiyac deyil, əksiltməyən, əksinə əlavə edən bir bağlantıdır. Nəticə, dəyərlisən, şuurlu bir sevgini haqq edirsən. Bütün bunlardan yadında qalmasını istədiyin bir şey varsa, o da budur. Sən dəyərlisən. Başqası dediyi üçün deyil, bir münasibət bunu təsdiqlədiyi üçün deyil. Sən artıq beləsən, şərtsiz olaraq. Böyüdün, öyrəndin, acı çəkdin və sağaldın. Özündən şübhə etdiyin, yetərsiz hiss etdiyin, sevginin qazanılmalı bir şey olduğuna inandığın anlar yaşadın. Amma indi bunu xatırlamanı istəyirəm. Möhtaclıq dilənməyinə ehtiyac yoxdur. Azı ilə kifayətlənməyinə ehtiyac yoxdur. Diqqət üçün yalvarmağına ehtiyac yoxdur. Sən sevgisən. Bunu varlığının ən dərindən anladıqda, cəzb etdiyin sevgi bu həqiqətə əks etdirəcək. Özündən şübhə etmə, haqq etdiyindən şübhə etmə. Əgər bir an belə tərəddüd etdiyini hiss etsən, buraya qayıt. Bu sözlərə qayıt və xatırla. Yetərəmsən, güclüsən və böyüklüyünə layiq bir sevgini haqq edirsən. İndi zehnindəki bu həqiqəti möhkəmləndirmək istəyirəm. Şərhdə bu bəyanı yaz. Cəzb etdiyim sevgi, özümə verdiyin sevginin bir əksidir. Yaz, təkrarla. Özünün et. Çünki bu həqiqətdir. Əgər bu video sənə bir şey qatıbsa, güclü bir zehnə sahib biri nə edər? Paylaşar. Bəyənmək pulsuzdur və bizim üçün böyük dəstəkdir. Hələ abunə olmamısansa, buraxmağı, böyüməyi və emosional olaraq güclənməyi öyrənməyə davam etmək üçün kanala abunə ola bilərsən.